Nazim bəy, ilkin olaraq verilən məlumatlar ondan ibarətdir ki, miqrantların həbs olunması ilə güclü bir etiraz dalğası ABŞ-də başlanmaqdadır, yayılmaqdadır bu etirazlar və günü-gündən də demək olar ki, arealı daha da genişlənir. Nə ilə nəticələnə bilər sizcə? Mən də əslində biraz daha mətbuatın geniş mənada bunu olabildiğince genişləndiğini göstərməsini izləyirik, müşahidə edirik. Amma bəzən medianın verdiyi məsələlər həm xəbərlərin mahiyyəti, həm proseslərə yönəlik manipulyasiya imkanlarını nəzərə aldığımız zaman biraz daha çox şişirtməni özündə ehtiva edirik. Yəni genişləmə fonunda en azından. Çünki en azından gələn xəbərlər, rəsmilərin açıqlamaları hadisələrin nəzarət altına alınması istiqamətində sərt addımların gündəmə gəldiyini ortaya qoyur. Ki burada məsələ, maraqlı məsələ, ən önəmli məsələ bu olay, bu hadisə necə çıxdı və bu hadisənin Amerikan siyasətindəki əsas motivləri üzərində məncə durmaqla fayda var. Məsələyə belə baxdığımız zaman 3 məqam önə çıxır. Səsimi eşidirsiniz Züreyyə xanım? Bəli, eşidirəm Nazimə, buyurun. Züreyyə xanım? Bəli, eşidirik biz sizi Nazimə, buyurun, davam edin. Bəli, siyasi şərhçi Nazim Cəfərsoyla Amerika Birləşmiş Ştatlarında hal-hazırda müşahidə olunan daxili təlatümləri müzakirə edirdik. Hər halda texniki bir problem yaranmış oldu və müzakirəmiz yarım qaldı. Ancaq istənilən halda biz müzakirəmizi əminəm ki, qısa fasilədən sonra davam etdirməyi bacaracaq. Bəli, Amerika Birləşmiş Ştatlarında bilirik ki, xüsusən də Respublikaçı Trump'ın hakimiyyətə gəlməsindən sonra ciddi hadisələr, hətta dünya siyasi gündəminə, beynəlxalq münasibətlər nizamına ciddi təsir göstərəcək hadisələr yaşanmaqdadır. Həm Trump'ın ritorikası çərçivəsində biz bu hadisələri periodik olaraq müşahidə etməkdəyik, həm də daxildə müəyyən etirazların baş verməsi ilə müşahidə olunmaqdadır və təbiidir ki, hazır ki, müzakirə mövzumuz olan iç savaş başlığı verdiyimiz bu məsələlər də elə Trump'ın müvafiq siyasəti nəticəsində yaranıb ki, Nazim bəy artıq davam etmək mümkün olacaq. Hər halda Nazimə, buyurun. Evet. Yəni hadisələr mətbuata yansıyan qədəri ilə geniş bir diapazonda baş verir kimi görünsə də, əslində proseslərlə bağlı təməl motivasiyaya baxdığımız zaman önəmli məqamlar ortaya çıxır. Bunlardan birincisi ondan ibarətdir ki, bu hadisələrin baş verməsi sizin də xəbərinizdə qeyd edildiyiniz kimi Amerikada, xüsusən Kaliforniya əyalətində federal orqanları bu kontekstdə gömrük və miqrasiya ya da köçmənlər qurumunun qaçaq köçmənlərə qarşı, miqrantlara qarşı həyata keçirdiyi tədbirlərin bir parçası olaraq gündəmə gəlib. Ayın 6-sında, yəni cümə günü Kaliforniyada həyata keçirilən bu qurumun həyata keçirdiyi miqrasiya və gömrük qurumu, federal qurumu müxtəlif təxminən 44 ilə 100 arasında dəyişən, sayıları dəyişən qaçaq miqrantı, köçməni həbs edib, onları ölkə xaricinə göndərməklə bağlı və bunun üzərinə böyük gərginliklər Kaliforniyanı, xüsusilə onun Los Angeles şəhərini ciddi şəkildə əks edən bir proses başladı. Və əslində bu prosesin 3 təməl səbəbi var. Bu hadisələrin bu cür patlaq verməsi əslində ümumi mənada gözlənilən bir şeydir. Çünki köçmənlərlə mübarizə Trump administrasiyasının, Trump hakimiyyətinin ən əhəmiyyət verdiyi məsələlərin başında gəlirdi. Əzcə seçki kampaniyası sırasında da bu xüsusi bir yer tutmuşdu. Meksika, nəzərə alaq ki, Kaliforniyada Meksika ilə sərhəddir və orada çox ciddi şeylər var. Meksikan miqrantları var filan və o istiqamətdə ciddi narahatçılıqlar ortadaydı və seçki kampaniyasında bu məsələni Trump xüsusi olaraq vurgulamışdı. İndi bu tədbirlərin həyata keçirilməsi, yəni birinci səbəb seçki kampaniyasında Trump'ın ona seçkini kazandıran
kampaniyadakı bu köçmən mübarizəsini ilə bağlı aldığı tədbirləri həyata keçirməsi. Birinci proses budur. Bu təbii ki, xüsusilə Trump'ın bu siyasətinə qarşı olan təbəqələri ciddi şəkildə belə desək əsəbləşdirdi və gərginliyin artmasının birinci səbəbi oldu bu məqam. İkinci məqam ondan ibarətdir ki, hal-hazırda hadisələrin məsələnin ikinci motivi ondan ibarətdir. Hal-hazırda hadisələrin baş verdiyi Kaliforniya əyaləti və Los Angeles ümumilikdə Trump'a müxalif siyasi təbəqələrin əhalinin güclü olduğu bölgələrdir. Yəni Trump cumhuriyyətçilik, yəni respublikaçıları təmsil edir. Orada demokratlar üstünlüyü təşkil edir. Bəli, orada da demokratlar üstünlüyü təşkil edir və demokratlar 92-ci ildən bu tərəfə bütün prezident seçkilərini demokratlar tutdular Kaliforniya. Yəni bu 9-cu seçkidir. Ən son respublikaçıların seçkiyi udduğu Kaliforniya seçkisini udduğu kampanya 1988-ci ildir. 92-ci ildən bu tərəfə qədər bütün seçkiləri getdikcə həm də artan nisbətdə demokratlar qazanıblar və bugün sadəcə prezident seçkiləri, federal səviyyədə prezident seçkilərində də eyni zaman yerli səviyyədə də demokratların ciddi üstünlüyü var. Məsələn, bilirsiniz, tamaşaçılar üçün bilgi mahiyyətində onu xatırladım ki, Amerikada federal bölgələr var, yəni ştat dediyimiz ya da federal devlət dediyimiz strukturlar var. Bunların rəhbərləri, yəni vali ya da qubernator deyilən şəxslər seçki ilə gəlirlər. Hal-hazırda Kaliforniyanın valisi ya da qubernatoru Gary Newsom demokratdır. Eyni şəkildə hadisələrin birbaşa baş verdiyi Los Angeles bələdiyyəsinin sədr edən Karen DeBas, o da demokratdır. Eyni zamanda Kaliforniyadakı bütün Təmsilçilər Məclisinin ya da Təmsilçilər Məclisinin hər iki qanadının, yəni həm Nümayəndələr Palatasının, həm də Senatın əsas çoxluğu demokratların əlindədir. Dolayısıyla oradakı siyasi əhval-ruhiyyə, seçicinin, siyasi elitanın, idarəçiləri də Trump'ın özünə və onun təmsil elədiyi köçmən siyasətinə, ümumi mənada da onun ideolojik xəttinə bir müxaliflik var. Bu da Trump'ın birbaşa səlahiyyətləri içərisində olan gömrük və miqrasiya məsələləri qurumunun aldığı tədbirlərə sərt bir reaksiyanı gündəmə getirir. Amerikada gömrük və köçmənlərlə bağlı məsələlər, miqrantlarla bağlı məsələlər federal hakimiyyətin səlahiyyəti içərisindədir. Sərhədlərin qorunması daxil. Dolayısıyla bu çərçivədə alınan tədbirlər Trump'ın tədbirləri olaraq qəbul edilir və cəmiyyət içərisində, bölgədə ciddi etiraza, ümumi şəraitdə ciddi etiraza səbəb olur. Təbii ki, bu Trump'ın aldığı tədbirlərdə əslində bunun bir fürsət olaraq görüldüyünü ortaya qoyur. Çünki üçüncü motiv də ondan ibarətdir ki, Trump daxili siyasətdə önümüzdəki dönəmdə keçdiyimiz 5 ay içərisində ciddi bir uğur qazana bilməyib. Yəni, söz verdiyi vədlərini gömrük ilə bağlı olsun, büdcə ilə bağlı olsun, ciddi şəkildə gerçəkləşdirə bilməyib. Dolayısıyla ona bu, üstəlik buna paralel olaraq önümüzdəki bir il içərisində, bir il sonra Amerikan Kongresinə seçkilər olacaq. 2 ildən bir onlarda seçkilər təkrarlanır, müəyyən bir hissə üçün. Seçkilər olacaq və o seçkilərdə Trump'ın təmsil etdiyi siyasi mentalitetin qalib gələ bilməsi üçün, ölkə çapında həm də Kaliforniyada üstünlük qazana bilməsi ya da nüfuz qazana bilməsi üçün Trump'a bir uğur lazımdır, siyasi bir uğur lazımdır. Kaliforniyadakı hadisələrə Trump'ın yanaşması, Trump administrasiyasının yanaşması həm də daxili siyasətdəki seçkilərə və bu sıxışmışlığı ortadan qaldırma fürsəti tanıyır. Dördüncü bir motiv də ondan ibarət ki, bilirsiniz, hal-hazırda Amerikan siyasətində bir Trump-Elon Musk davası var. O barədə sizə xüsusi sual ünvanlayacaqdım, Nazim bəy. Bu fon, yəni dolayısıyla Trump'ın məsələlərə aktiv müdaxilə eləməsinin dördüncü səbəbi də hal-hazırda gündəmdə onun əleyhinə işləyən Elon Musk'la davanı, Elon Musk'la mübahisəni biraz da unutturma cəhdi var. Yəni burada atdığı addımlarla Trump əslində
seçicinin gözündə, ondan sonra ölkənin xalqının gözündə qərarlı, siyasi böhranlara müdaxilə edə bilən, vədlərin arkasında dayanan lider imicini ortaya koymaya çalışır. Bu hadisədən istifadə edərək Kaliforniyada demokratların həm imkanlarını məhdudlaşdırmağa çalışır, həm nüfuzuna zərbə vurmağa çalışır, həm də siyasi proseslər içərisində Elon Musk'la mübahisə və müzakirəni unutturmağa çalışır. Nazim bəy, elə Elon Musk'la olan məsələni özünüz qeyd etmişkən, gəlin dərhal həmin məsələyə də keçid etmiş olaq. Elə sizin də tam qeyd etdiyiniz kimi bu cür müzakirələrin, analizlərin biz son günlərdə şahidi ola bilirik ki, onlar arasında olan, halbuki sizin də qeyd etdiyiniz kimi Trump'ın hakimiyyətə gəlməsində əsas figurlardan biriydi Elon Musk, amma hal-hazırda sanki aralarında bir konfrontasiya mövcuddur və sanki Trump onu sıxışdırmağa çalışır və belə desək oyundan kənar vəziyyətə gətirməyə çalışır. Amma analizlərdə qeyd olunan məsələ isə bu prosesin sadəcə görüntü xarakteri daşımasıdır. Sizcə görüntü olaraq belə bir hadisə baş verirsə, Trump məhz göz boyamağa çalışırsa bu mübarizəni sərgiləməklə nəyə qazana bilər? Bilirsiniz, mən görüntü olduğunu düşünmürəm. Çünki bu cür proseslərin, bu cür deyək ki, idarə edilə bilir böhran olduğunu bunu düşünsək, o zaman bu qavğa edənlərə ya da o mübahisənin tərəfdarlarına ya da danışılmış mübahisənin tərəfdarlarına fayda gətirməlidir. Əgər bu bir danışılmış bir mübahisədirsə, halbuki bu proseslər bir qavğanın tərəfi Elon Musk'ı həm iqtisadi olaraq çox ciddi zərbə altına qoyur. Tesla başda olmaq üzrə ciddi şəkildə Elon Musk'ın şirkətləri ciddi şəkildə uduzurlar, dəyərdən düşürlər, birjada qiymətləri aşağı yenir, çox ciddi. Son dövrdə təxminən 50 milyard dollara yaxın bundan Elon Musk'ın zərər gördüyü dəst edilir. Tesla'nın hissələrinin 15%-dən yuxarı aşağı düşdüyü söylənilir. Dolayısıyla bu Elon Musk baxımından danışılmış bir oyun kimi görünmür. Diğer tərəfdən işin diğer tərəfinə baxdığımız zaman, Trump tərəfinə baxdığımız zaman, Trump da bu şey məsələ Trump'a da başucalı gətirmir. Əvvəla Respublikaçılar, Elon Musk'la Respublikaçılar cəbhəsindəydi. Tam da biraz əvvəl qeyd elədiyim seçki ərəfəsində Trump'ın onsuz da yetərincə içəridə çox uğurlu həmlələr və xaricdə uğurlu həmlələr edə bilmədiyi bir dövrdə öz komandasının da onun hakimiyyətə gəlməsində ən çox rolu olan, özündən sonra ən çox rol olan Elon Musk'ı hədəfə qoyması seçicinin gözündə və dünyanın da gözündə Trump'ın zəifləməsi olaraq xarakterize ediləcək. Zəif figur da seçici tərəfindən hər zaman tez tərk edilən figurdur. Həm də qurumlar içərisində də təsir imkanları məhdudlaşan qurumdur. Trump'ın zaten yetərincə demokratlarla da Amerikan bürokrasisi ilə ciddi başı dərdlədir. Bir də üstəlik Elon Musk'la, ən böyük müttəfiqi Elon Musk'ı da bu proseslərdə rəqabət eləməsi onun gücünü azaltan bir şeydir. Onun əleyhinə işləyən bir proses. Dolayısıyla mən bunun danışılmış bir proses olduğunu görmürəm. Bunun arxasında şəxsi səbəblər var. Çünki Trump egolu və iddialı bir şəxsdir. Üstəlik də dünyanın ən güclü qoltuğunda oturan şəxsdir. Dolayısıyla onun bu çərçivə içərisində Elon Musk da iddialı bir, ambisiyalı bir şəxsdir. Onun da dünyanın ən zəngin insanı olduğunu unutmayaq və xüsusən isyankar, iddialı, düzənə həm iqtisadi mənada, həm siyasi mənada, həm mədəni mənada belə deyək də meydan oxuyan bir xarakter olduğunu düşünürsək, bu ikisi arasındakı problemin ən önəmli şeyi şəxsi zəmində iki iddialı və ambisiyalı şəxsin qarşı-qarşıya gəlməsidir. Üstəlik son dövrdə Trump'la Musk arasında biraz da kənardan manipulyasiya edən bir şey var ki, prezident kimdir? Trump'dır yox da Musk'dır. Bu da təbii ki, Trump'ı da əsəbləşdirən və ya ona da təsir edən, eyni zamanda Elon Musk'la onun arasını açan bir proses olaraq qarşımıza çıxır. Üstəlik ortaya qoyulan tezislərə baxdığımız zaman, hər iki tərəfin bir-birinə dediyi sözlərə baxdığımız zaman, Türkçədə bir laf vardır. Böyle şeyler kavgada da söylenmez. Dolayısıyla her biri birbirine söylenecek en son sözleri. Sonuncu sözü önden demek veya. Bəli, yani davada söylenecek en son sözler tersinde Epstein dosyasıyla Trump'ı əlaqələndirmək,
Trump'ın Elon Musk'ı sərt şəkildə tənqid eləməsi, sanksiyalarla təhdid eləməsi, şirkətinin əlindən alına biləcəyi ilə bağlı məsələlər ki, bütün bunlar göstərir ki, əslində aralarında sərt bir şey var. Motivasiyada həm şəxsi kontekstdə bu gərginlik baş verib deyə düşünürəm, həm iqtisadi məsələlərin, bu partlayışın bir başqa səbəbi Elon Musk uzun müddət başında olduğu effektiv hökumət idarəçi qurumu vasitəsilə adına dediğimiz o DOG dediğimiz kurum aracılığıyla Amerikan bütçesindeki maliyeti açığı, o borcu azaltmaya çalışırdı. Ancak bu proses hem Amerikan sistemi içerisinde hem Trump'ın seçki prosesinde, önümüzdeki dönemdeki proseslerinde çetin vəziyyətə salan, onun seçici dəstəyini de azaldan bir prosesiydi. Trump en son kongrese sərg elədiyi qərarlarla, yeni qanunvericiliklə əslində daha önce planlaşdırılan bütçəni azaldaq, kəsirləri azaldaq prinsipinə qarşı çıxan addımlar attı. Üstəlik bunu edərkən Elon Musk'ın şirkətlərinə də zərər verəcək, Tesla'ya da zərər verə biləcək müəyyən maddələr də işin içərisinə qoydu. Təbii ki, bu bir. Diğer tərəfdən Musk'la Trump arasında devlet bürokrasisinə kimlərin təyinatı ilə bağlı məsələlərdə problemlər yaşanırdı. Bundan bağlı. Diğer taraftan Trump'ın Elon Musk'ın şirketlerini devletin muhtelif faaliyetlerinde az istifade etmeye çalışması ya da hiç istifade etmemeye çalışması istikametindeki yanaşması da Musk'ı əsəbləşdirən ve tercih etmediği bir şeydi. Tabii ki dışarıdan bu prosesin içerisine benzin atan hem Trump administrasiyasından başka qüvvələr vardı, bilirsiniz. Ticaret Nazırı ilə, Xəzinə Nazırı ilə Musk arasında bir davanın da olduğu, hətta bunun fiziki bir mərhələyə keçdiyi xəbərlər də dolaşdı. Üstəlik Amerikan devletində, bürokrasisində bu iki iddialı, ambisiyalı şəxsi qarşı-qarşıya qoymaq istiqamətində də müxtəlif mətbuatda olsun, müxtəlif yapılarda olsun, həmlələr də edildi və bütün bunlar bugün de Elon Musk'la Trump arasında bir qavğanın, bir davanın ortaya çıkmasına sebep oldu. Her ne kadar son 2 gündür Elon Musk geri adım atarak, tweetleri, x'ləri silərək, ondan sonra müəyyən yumuşama işarətləri göstərsə, hələ ki Trump'dan belə bir bənzərə görmürük. Hətta mən ümumi mənada razılaşa biləcəklərini düşünürəm. Ancaq bu həm Trump'a həm Musk'a siyasi və iqtisadi baxımdan ciddi zərər vermiş oldu. Bəli, istənilən halda bu Trump'dır və tam da bir mənalı iddia eləyə bilmirik ki, yaxın günlərdə Trump'ın ritorikasında hansı dəyişikliklər ola bilər. Hər halda boşuna onun haqqında unpredictable leader xarakteristikası haqqında bu ifadəni boşuna işlətmirlər düşünürəm. Nazim bəy, sizə də təşəkkür edirəm dəvətimizi qəbul etdiyiniz üçün, olduqca maraqlı təhlili bizimlə bölüşdüyünüz üçün. Sağ olun. Sağ olun.